Salam əziz şagirdlər və valideynlər, hər birinizə xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Namazov Riyaziyyat Qiymətləndirmə kitabının ikinci hissəsindəki test və tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 69-dayıq. Bugünkü mövzumuz həcm. Test 15-dən başlayırıq. Bir də deyir, vahid kublardan düzəldilmiş fiqurun həcmini tapın. Əvvəlcə eninə doğru sayaq. 1, 2, 3, 4, 5 dənə kub var. Bu uzunluğuydu. İndi enində isə 2-dir. 5 vurulsun 2. Bir də hündürlüyə doğru sayaq. 1, 2, 3, 4. 4 dənə də hündürlüyə doğrudur. 5-i 2-yə 10, 10-u 4-ə 40. C variantı. Tilinin uzunluğu 20-də 1 metr olan kubun həcmi neçə kub santimetrdir? 20-də 1 neçə santimetrdir? Onu tapaq. 1 metr 100 santimetrdir. 100-ü 20-yə bölürük. Verir 5. Deməli 5 santimetrdir hər tərəfi. Və 5-i 5-ə, onda 5-ə vururuq. Həcmi tapmaq üçün, yəni 3-dən 5-i vururuq. Həcm ümumiyyətlə nədir? Enin, uzunluğun və hündürlüyün bir-birinə hasilidir. 5-i 5-ə 25, 25-i 5-ə 125. D variantı, kub santimetr. 3-ə baxırıq. Həcmi 630 kub santimetr olan düzbucaqlı paralelipipedin iki tilinin uzunluğu uyğun olaraq 14 və 19 santimetrdir. Verilməyən tilinin uzunluğunu tapın. Bizə iki tərəfini verib. Biz bunları vurarıq. 14-ü 9-a vurarıq. 36 3 yadda, 9 3 yadda, 12 və həcmin verib. Yəni 3-ünün hasili 630-dur, ikisinin də hasili 126-dırsa, üçüncünü tapmaq üçün, üçüncü tərəfi tapmaq üçün 630-u bölürük 126-ya. Bu da eləyəcək 5. 5-i 6-ya 33 yadda, 2-yə oranda 10, 3 yadda 13, 1 yadda, 5-i 1-ə 5, 1 də yadda 6, 630 eləyir gördüyünüz kimi. Buranda keçirik 4-ə. Verilənlərə əsasən düzbucaqlı paralelipipedin həcmini tapın. Hündürlüyün verib, enin verib, uzunluğun verib, onda 9 metr şəklində, onu da desimetrə çevirərik. 1 metrimiz 10 desimetrdir. Ona görə 10-un onda 9-unu taparıq. Onu 10-a bölüb 9-a vurarıq. Bu eləyər 9 desimetr. Deməli, burada 9-dur. İndi artıq həcmi tapa bilərik. 9 vurulsun 4 vurulsun 16. 9-u 4-ə vuranda 36 eləyir. 36-nı da 16-ya vuraq. Kənarda alt-alta hesablayaq. 36 3 yadda, 18 3 yadda 21, 36 toplayırıq. 6, 7, 5, 576 A variantı. Bir üzünün sahəsi 64 kvadrat santimetr olan kubun həcmini tapın. Biz bilirik ki, kubun bütün üzləri kvadrat formasında olur və sahəsi həmin bir kvadratın sahəsi 64-dürsə, biz oradan kvadratın bir tərəfini tapa bilərik ki, hansı ədədi özünə vuranda 64 eləyir 8-i. Deməli, kubun bir tili 8 santimetrdir və həcmini tapmaq üçün 3 dənə 8-i bir-birinə vuracaq. 8, 8-ə 64, 64-ü 8-ə vuraq, 32, 3 yadda, 8-i 6-ya, 48, 3 yadda, 51, 512 kub santimetr D variantı. Düzbucaqlı paralelipiped şəklində verilən akvariumu doldurmaq üçün neçə litr su lazımdır? Bunun həcmini taparıq. Bunun üçün 6 vurulsun 3 vurulsun 5. 6-nı 5-ə vurarıq. Əvvəlcə 30, 30-u 5-ə vurarıq. 90. B variantı. Keçirik 70-ə. Bir üzünün perimetri 48 cm olan kubun həcmini tapın. Burada isə perimetrin verib bir üzünün, yəni bir kvadratın perimetri 48 isə bir tərəfini tapmaq üçün 48-i 4-ə bölürük. Bu eləyir 12. Deməli, kubun tilləri 12-dir. İndi həcmini tapmaq üçün 3 dənə 12-ni bir-birinə vurmalıyıq. 12-ni 12-yə vuranda 144 eləyir. 144-ü də vuraq 12-yə. Görək neçə eləyir. 8, 8, 2. 1-ə vuranda 144. Toplayanda 8, 12, 7, 1. 1728 kub santimetr. O da C variantındadır. 8-ə baxırıq. Ölçülər şəkildə göstərilən düzbucaqlı paralelipipedin daxilində tilinin uzunluğu 3 cm olan neçə kub yerləşdirmək olar? Deməli, biz burada həm bunun həcmini tapacaq, həm kubun həcmini tapacaq və bunun həccminə bölüb tapacaq ki, neçə kub yerləşdirmək olar. Deməli, paralelipipedin həcmini tapmaq üçün 12 vur 9 vur 18. 12-ni 9-a vuraq. Eləyir 108.
108-i 18-ə vuraq kənarda. Deməli 64 8 108 toplasaq 4 14 9 1944 eləyir. Böyük fiqurun həcmi. Kubun həcmini tapmaq üçün 3 dənə 3'ü bir-birinə vuracaq. 3 vur 3 vur 3. 9 9 3'e 27. İndi 1944'ü bölməli 27'ye. 194'ün içində 27 8 dəfə çox olar. Deməli 7 dəfə olar. Baxaq 7'nin 7'ye 49, 7'nin 2'ye 14, 4'e 18 bəli 7 dəfədir. 14'dən 9 çıxırıq 5, 4'ü də yanına gətiririk 54'ü. 54'ün içində 27 2 dəfədir. 2'ni 27'ye vuranda 54 eləyir. Cavab deməli oldu 72. 9'a baxırıq. Tilinin uzunluğu 16 cm olan kubun həcmi, hündürlüyü 32 cm olan düzbucaqlı paralelepipedin həcminə bərabərdir. Düzbucaqlı paralelepipedin oturacağının sahəsini tapın. Tilinin uzunluğu 16'dırsa, kubun həcmini tapaq. 3 dənə 16'nı bir-birinə vurmalıyıq. Əvvəlcə birini vuraq 16'nı 16'ya 36 3 yadda. 6 3 yadda 9 16 toplayaq. 6 15 256. Bunu da yenə 16'ya vuraq. 36 3 yadda. 33 3 yadda. 12 3 yadda 15 256 toplayaq. 6 9 10 3 4 4096. Bu kubun həcmidir. Və deyir düzbucaqlı paralelepipedin də həcminə bərabərdir. Yəni düzbucaqlı paralelepipedin də həcmi bu qədərdir. İndi və hündürlüyün veribsə, biz paralelepipedin həcmini 4096'nı böləcək hündürlüyünə, qalacaq orada oturacağının sahəsi. Yəni digər iki tərəfinin hasili. Belə bu cür deyək. Bizə də o lazımdır oturacağın sahəsi. 40'ın içində 32 bir dəfədir. 32 eləyir. Çıxırıq 8. 9'u yanına gətirəndə 89'u bölsək 2 dəfə. 64 çıxsaq 5, 25, 6'ını gətirək. 256'ını da bölsək 8 dəfə. 256 edir. Çıxırıq 0. Deməli 128 kvadrat santimetr bu oturacağının sahəsidir. Ona baxırıq. Şəkildə göstərilən düzbucaqlı paralelepipeddə A4'də 3H, B bərabərdir 8'də 3H'dir. H 24 cm olarsa, bu paralelepipedin həcmini tapın. H'nin uzunluğunu veribdir 24'dür. Deyir A bunun 4'də 3'ünə bərabərdir. A'nı tapmaq üçün 24'ü 4'ə bölüb 3'ə vururuq. Böləndə 6, 6'ın 3'ə vuranda 18. Bu A'dır. B isə 8'də 3'ünə bərabərdir. B'ni tapmaq üçün 24'ü 8'ə bölüb 3'ə vururuq. 8'ə bölündə 3, 3'ə vuranda 9. Bu da B'dir. İndi həcmini tapa bilərik. Deməli, hündürlüyü 24'dür. Vurulsun. Eni 9'dur. Uzunluğu da 18'dir. 24 9'a vuraq əvvəlcə. 36 3 yadda. 18 3 yadda 21. 216. 216'nı 18'ə vuraq. Deməli 48 4 yadda. 8 4 yadda. 12 1 yadda. 16 1 yadda. 17. 216 toplayaq 8 8 8 3. 216 vur 18 bərabərdir 3888 kub santimetr həcmini tapdıq biz. Keçirik səhifə 71-ə, test 16-ya. Birdə deyir vahid kublardan düzəldilmiş fiqurun həcmini tapın. Uzunluğunu sayarıq. Neçə kub var? 1 2 3 4 5 6 7 8. Vurulsun. Hündürlüyün sayaq. 1, 2, 3, 4. 4. Vurulsun. Enini sayaq. 1, 2, 3. 3. 8'i 4'ə vuranda 32 edir. 32'yi 3'ə vuranda 96 edir. B variantı. Tilinin uzunluğu 5'də 2 metr olan kubun həcmi neçə kub santimetrdir? Biz tapaq 5'də 2 metr neçə santimetrdir? 1 metr 100'dürsə 100'ün 5'də 2 hissəsini tapmaq üçün 5'ə bölüb 2'yə vururuq. 5'ə böləndə 20, 20'ni 2'yə vuranda 40. İndi
Həcmini tapaq. Hər bir tərəfi 40-dır. 40 vurulsun 40, vurulsun 40. 4-ü 4-ə 16, 16-nı 4-ə vuranda 24, 64. 3 dənə də sıfırımız var, onu da gətiririk. Deməli, cavab olur 64.000 kub santimetr. A variantı. Həcmi 1632 kub desimetr olan düzbucaqlı paralelepipedin iki tilinin uzunluğu uyğun olaraq 8 desimetr və 17 desimetrdə verilməyən tilin uzunluğunu tapın. Biz verilən iki tərəfi vurarıq, 8-i 17-yə vurarıq. 8-i 7-yə 56, 5 yadda, 1-ə vuranda 8, 5 də yadda 13. 136 ikisinin hasilidir. Üçü birlikdə isə hasillər 1632-dir. Deməli, 1632-ni biz böləcəyik 136-ya, digər üçüncü tərəfi tapacaq. 163-cü də bu şəkildə bölək. Bir dəfədir 136 eləyir, çıxırıq. 13-dən 6, 7, 5-dən 3, 2, 2-ni də gətirsək 272-cində 2 dəfədir 12, 1 yadda, 6, 1 yadda, 7, bu da 2, bəli, 12 D variantı. Verilənlərə əsasən düzbucaqlı paralelepipedin həcmini tapın. Deməli, biz bunu əvvəlcə hesablayaq. Santimetrə çevirək. 1 desimetr 10 santimetrdir. Deməli, onun 10-da 7-sini tapırıq. Bu eləyir 7 santimetr. Artıq 3 tərəfində bilirik, həcmini tapa bilərik. 13 vurulsun, 6 vurulsun, 7. 13-ü 6-ya vuraq əvvəlcə. 18, 1 yadda, 6, 1 də yadda, 78. 78 də 7-yə vuraq. 56, 5 yadda, 49, 5 yadda, 54, 546 kub santimetr C variantı. Bir üzünün sahəsi 121 kvadrat santimetr olan kubun həcmini tapın. Kubun dedik ki, bütün üzlər kvadratdır və bir kvadratın sahəsi 121-dirsə biz fikirləşirik hansı ədədi özünə vuranda 121 eləyir. Yəni 121 hansı ədədin kvadratıdır? 11-in. Deməli, kubun tilləri 11-dir. Deməli, biz 3 dənə 11-i vuraraq cavabı tapacaq. 2-dən 11 121 eləyir onsuz da. 121-i də 11-ə vuraq. 121 və 121 bunları toplasaq 1, 3, 3, 1. 1331 kub santimetr, o da A variantındadır. Keçirik səhifə 72-yə. Altıda bir düzbucaqlı paralelepiped şəklində verilmiş akvariumu doldurmaq üçün neçə litr su lazımdır? Bunun üçün həcmini tapmalıyıq. 4 vurulsun, 9 vurulsun, 5. 5-i 4-ə vurarıq əvvəlcə 20, 20-ni də 9-a vurarıq 180 C variantı. Bir üzünün perimetri 72 cm olan kubun həcmini tapın. Kubun bir üzü, yəni yenə deyirik ki, kvadratdır və kvadratın perimetri 72-dirsə, bir tərəfini tapmaq üçün 72-ni bölürük 4-ə. Bu eləyir 18. Deməli, kubun tilləri 18-dir. Həcmini tapmaq üçün 3 dənə 18-i bir-birinə vuracaq. Əvvəlcə 18-i 18-ə vuraq. 64, 6 yadda, 8, 6 yadda, 14, 1-ə vuranda 18, toplayanda 4, 12, 324. İndi bunu da 18-ə vuraq bu hissəsini. Silək ki, qarışmasın. Bunu da vuruq 18-ə. 32, 3 yadda, 16, 3 yadda, 19, 1 yadda, 24, 1 yadda, 25. Şimdi 1'ə vuranda öz olacaq. Toplasaq 13, 7, 8, 5832 B variantı. 8-ə baxırıq. Ölçüləri şəkildə göstərilən düzbucaqlı paralelepipedin daxilində telin uzunluğu 2 cm olan neçə kub yerləşdirmək olar? Deməli, biz həm paralelepipedin həcmini tapacaq, həm kubun həcmini tapacaq və böləcək ki, görək neçəsi yerləşir. Kubun həcmini tapmaq üçün 8 vurulsun, 4 vurulsun, 8. 8-i 8-ə vurarıq, 64, 64-ü 4-ə vurarıq, 16, 1 yadda, 24, 1 yadda, 25. Bu oldu böyük fiqurun həcmi. Kubun həcmini tapmaq üçün 2 vur 2, vur 2, 2-ni 2-yə 4, 4-ü 2-yə 8. İndi 256-nı da 8-ə bölüb taparıq ki, neçə belə kub içinə yerləşir. 25-ci də 8 3 dəfədir, 16-cı da 2 dəfə, 32 oldu cavab. 9-a baxaq. Tilinin uzunluğu 12 cm olan kubun həcmi, oturacağının sahəsi 72 cm olan düzbucaqlı paralelepipedin həcminə bərabərdir. Paralelepipedin hündürlüyünü tapın. Əvvəlcə biz kubun həcmini taparıq. Tilinin uzunluğu 12-dirsə, 3 dənə 12-ni bir-birinə vurmalıyıq ki, kubun həcmini tapaq. Bayaq vurmuşduq 3 dənə 12-ni, bir də vurmayaq. Harada vurmuşdum, baxın. Tapa bilmədim. 2 dənə 12 144 eləyir. Hadi, buradadır, nə gözəl, nə gözəl. 1728. Bir də hesablamayaq da, əziyyət çəkməyək. 1728. Sonra, indi digərinin də həcmi
Yəni paralelepipedin də həcmi bu qədərdir və otacağının sahəsini veribsə, biz hündürlüyünü tapmaq üçün 1728-i böləcəyik otacağının sahəsinə. Otacağın sahəsi, yəni iki tərəfinin hasilidir. Üçüncü tərəfi tapmaq üçün həcmi bölürük bu ikisinin hasilinə. 172-nin içində 72 2 dəfə olar. 4, 14, çıxırıq. 12-dən 4, 8, 6-dan 4, 2, 8-i gətirsək, 288-də bölsək, deməli, neçə dəfə düşəcək? 4 dəfə. Cavab oldu 24. Ona baxırıq, şəkildə göstərilən düzbucaqlı paralelepipeddə B 12-də 7A, C 9-da 4A və A 36-dırsa, paralelepipedin həcmini tapın. A-nı verib 36. B bunun 12-də 7-sinə bərabərdirsə, B-ni tapmaq üçün 36-nı 12-yə bölüb 7-yə vururuq. 36 12-yə bölündə 3, 3-ü 7-yə vuranda 21. C-ni tapmaq üçün bunun 9-da 4-ünü tapacaq. 36 böl 9 vur 4. 9-a bölündə 4, 4-ü 4-ə vuranda 16. İndi həcmini tapa bilərik. Həcmini tapmaq üçün V bərabərdir 36 vurulsun 21 vurulsun 16. Bunu alt-alta hesablamalıyıq. 36-nı 21-ə vuraq əvvəlcə. 12, 72 toplayaq. 6, 5, 756. 756-nı da 16-ya vuraq. Burasını silək. 36 3 yadda. 33 3 yadda. 42 3 yadda. 45. 1-ə vuranda 756. Toplayanda 6, 9, 10, 12. 12.096 kub santimetr. Bəli, həcm mövzusunda tapşırıqlarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.